Guys, necəsiz uşaqlar? Ben bunu bura qoyum. Belə xoşbəxt görünməyimə heç baxmayın. Heç xoşbəxt deyiləm. Sizcə niyə? Universitetdəyim, by the way. It's final week. Or my final week. Stay tuned next week. İmtahana yarım saat qaldı, by the way. Türkan burada başa salır, bağlı. Mən sumkamda nə var çəkəcəm. Deməli, kalkulyator. Mənfi 7-də təxmin düşür bura. Tələbə kartı. Düşür bura. Sonra burada AirPods-a bir də 4 dənə şeyim var. Əgər 3-cü rübə düşür. Uçqa. Qəşəng də mənə. Sadəcə Tangens baby olan. Uçqalarım. Minus 1, x minus 45. Neçənci rübə düşür bu? Bura düşür. Hə, bura düşür. Burada heç nə eləmir. Heç nə eləmir orada. Düz B bölünsün A. Hər şeyimi götürdüm. Qoyuram sumkaya telefonumu say. Necə idi imtahan? I'm glad that we have finished with the calculus. Şükür, min şükür. By the way, axırda Banuya başa saldım. O sual düşdü imtahana. Əla. Thank you. So. Belə overall imtahanım pis keçmədi. By the way, birinci imtahan kalkulus idi. Məncə bunu deməmişdim. Kəsilməyəcəm. İncəniz çox gözəl bir günəş var idi, amma getdi. Nəysə, mən varım. Anyways, gəlin indi hara gedirəm. Uşaqlarla görüşəcəyik, sinif yoldaşlarımla və indi lip kombomu eləyib gedəkdiz. Əslində mən imtahan ərəfəsi evdən çölə çıxmıram. Deyin niyə? Çünki gəzməyə falan getsəm deyirəm ki, fikrim dağılar, nə bilim, yaxşı bal almaram falan, amma artıq yox. Artıq buna yox deyirik. No! Çox tünd oldu elə ya. Nəysə, üstündən bunu. Oy, dişimə getdi. So nobody told me that I had lipstick on my teeth? Bu çox qəşəng gəldi. Elə bir reklam eləyirəm həqiqətən. Bir gün burada sizin də reklamınız ola bilər. Ona görə izləmədə qalın. Əslində mən çox punktual bir insanam. Sadəcə biraz probka var idi. Ona görə yarım saat gecikdim. Hələ də çıxmamışam. Binanın yanından keçəndə ailə həkimimizi gördüm. Dedim ki, necəsiniz? O da ki, yaxşıyam, sənin həyat yoldaşın necədir dedi. Mən belə dondum qaldım. Dedim, hə, yaxşıdır. Bu mahnıdır. Çox qəşəng düşürsən sonra. Sevəmə olur. Özləri də istəyirsən gözləyirlər ha. Özləri dedilər. Çox acı be uşaqlar. Okay, let's move on. Bombastic side eye, criminal offensive side eye. Cərrah necə əliyyor? Deməli belə. Və 3 dəfə təkrar olunur. Sonra belə. Aha. Belə. Baş qoyma. Dırnaqların kişi və ovuc belə. Allah. O gəlmir. Təpədə ki, biraz yaxşıdır. Səni qoyub getdilər. Gəncədə səni qoyub getdilər. Gəncədə. Qızla Yığdım axşam özdə. Yığdım. Biz də para kartını atıraq ki, qardaş haradasınız gəlin çıxında. Bizi gəlməndə deyil. Sonra borda bir gələnmərik. Otdum taksiyə getdim Patan Vazala. Biz də yanında da basdı ki orada. Orada bir yol maşınına, adama 25 manat verdik. Hadi düşdü şeyə. Bu Atlas ayağına düşdük. Qızı evinə kimi qoydun? Gentleman. Ama gözler vakti kesti. Yüreğimi aldı geçti. Sahil boyu gezirem o güzelliği. 2 gündən sonra proses imtahanım yoxmuş kimi sabah deməli İKT-dən quizim var və mən heç nə bilmirəm. İndi oturmuşam oxumağa. Əla. Bunlar doğrudan çox yavaşdılar. What? Aha. Dərsdən başqa hər şey elədik. Ona görə indi biraz dərs seviyək. Çünki sabah imtahandır. Yəni başqa əlacım yoxdur. Ona görə başlayaq. Mən elə bilirdim bunlar Yasəməndilər, amma deyirlər. By the way, aprel də bitdi. Mən də Yasəmən alan olmadı. Nəysə. To be or not to be.
That's the question. Birazdan imtahan zalında verəcək questionları mən də bilmirəm. Gedək. Qeyd eləmək istəyirəm ki, bu imtahana mən düz bir həftədə hazırlaşıram və bir həftədən əvvəlki bir həftədə də 5 gün hazırlaşmışam. Sağ ol. Deməli, axırıncı bir dənə sual var idi, çox çətin sual idi. Onu Türkan mənə 2 gün dalbadal göndərdi. Mən o suala baxmadım. Dedim, çox çətindir də, qoymaz mənimə. Eyni sual düşdü. Deməli, səhər nə xeyir duasını aldım, amma namaz vaxtı mənə dua eləmək yadından çıxdı. Belə namazdan sonra elədim. Keçən dəfə kalkusa əvvəl namaz vaxtı eləmişdim. Balalarım hamısı qəşəng suallar düşsünlər, qəşəng cavablar versinlər, gözəl. Aydıbey mənim təkim mənə yox, qrup yoldaşlarıma da eləyir. Nəysə, bu səfər namazdan sonra duasını eləyib, deyirəm ona görə məncə yaxşı yazmamış ola bilərəm. Yoxsa çox yaxşı yazardım. Yox, məncə. Mən balalarım da nəfsiz gözsüz böyüsünlər, imtahanlarını versinlər. Qays bilirsiniz, mən bir himə bəndəyəm. Himə. Bəndəyəm nədir? Bəndəm. Qays bilirsiniz, mən bir himə bəndəm. Ona görə də mama dedi ki, gəl Əsrə, gedək şəhərə. Şərab festivalı var, xalça festivalı var. Mən də yox dedim mamaya. Sonra mama axşam 1-də dedi, təqribən 1 saat əvvəl. Və mən dedim, okey. Və mən indi bioloq yoxmalıydım, amma mama ilə şəhərə gedirəm. Nəfəs almaq, havaya çıxmaq, yaddaşı da açır. Oy, Vüsale. What are you doing? Mama deyir yoruldu. Sıra var. Okey, oru gəzmək bitdi. Üzümüzü yuyaq, bioloq yoxuyaq. Bu var bu. Bu qaşınır. Küçük işləməyib, amma qaşınır. Bilmirəm. Biraz üzümüzə belə tuk-tuk eləyək. Götür yuvarışın üzümə gəlinir. Biraz əlimin içinə sıxırıq. Suyu kəsirik. Çünki insanlar su tapmırlar. Biz də o suyu boşuna israf edirik. Məncə bu vlog Finals vlogundan çox gəzmək vlog oldu. Bugün düz 6-7 saat bioloq yoxmuşam və heç nə yadımda deyil. Tomorrow. Burada saçlarım uçur. Nəysə. Deyəcəksiniz, əsla sən niyə evdə deyilsən? Sən niyə dəniz maldasan? Bugün də Burhan ad günüdür. Yəni dünən əslində mən çölə çıxmamalıydım ki, bugün çölə çıxa bilim. Amma bütün sistem qarışıbdır, heç nə oxuyamıram. Problem məndədir. Problem tamamilə məndədir. Bir dənə tutmusan, eləyəsən bir neçə dənə tutsan. Kamıram biri. Fikirləşəmirəm, ağzım gəlmir. Can sağlığı, xoşbəxtlik. Bugünkü sualımız Əsrə niyə dizini qırıb evdə oturmur? Əsrə niyə evdə oturmur? Bu son cavabını mən də bilmirəm. Okey, gəldik evə və 2 gün evdən çıxmadan dərs oxumalıyıq. Başqa çarəmiz yoxdur, çünki bir kitabı oxuyub əzbərləmək hər kişinin işi deyil və mən onu eləməliyəm, çünki imtahandan yaxşı nəticə toplamaq lazımdır. Mənim əzbər qabiliyyətim yoxdur, sıfırdır. Biologiyanı necə əzbərləyəcəksən deyə soruşsanız, mən də bilmirəm. Amma hər şeyin yaxşı olacağına inanıram, çünki mən bunun üçün çalışıram. Biology is calling. Güzel bir kombin. Okay, biology. Cici. Aytaki gördüm. Biologiyanı nə qədər oxusam da heç vaxt hazır olmayacağımı bilirəm. Ona görə də başını buraxdım. Çətin idi, amma yazdım. Azərbaycan, Özbəkistan, Türkiyə, Azərbaycan, Pakistan. Biologiyadan nə qədər qorxsam da, belə məncə yaxşı yazdım. Gələcək imtahan nədir? Kimyadır. Kimya. Əslində mənim birinci semestrdə kimya ortalamam 94 idi. Amma ikinci semestrdə onu deyə bilmərəm. Niyə? Çünki ikinci semestr daha çətin idi məncə. Kimya hazırlaşmağa təqribən 4-5 günümüz var. Məncə okeydim. Okey, vəziyyət ucu çox gərgindir. Hey, what's going on? Saat 11-dir və mənim öyrənməli olduğum həddindən artıq çox şey var. Bunlar daxil.
Saat 1:51 və mən təqribən 14 saatdır dərs oxuyuram. Əla. Məncə it's time to give up. Sabahınız xeyir. Çox yuxum gəlir, çox yatmaq istəyirəm, amma imtahan bizi gözləyir. İkinci kursun son imtahanıdır. İnşallah bunu da verərəm, qutarar. Vay. Hazırlaşmışıq. Sağ ayaq, yağ babalarının cəddi. İnanıram. Allah baba əziyyətimizi versin. Allah sözü. Amin. Əla, əla, əla. İkisini oxuyub girəcəm. 61. What do you see? Çətin olacağını bilirəm, amma Allah əziz yerdə qoymur. Bəli. İnşallah. War is over. Kimya bitdi, mən bitdim, imtahanlar bitdi. Amma yox, imtahanlar bitmədi. Mənim bir dənə ilk hatem qaldı. O da 2 həftə sonra falandı. Ona hazırlaşmağa vaxtım var, amma heç nə bilmirəm. Necə hazırlaşacağımı da bilmirəm, amma nəysə. Okay guys, bilirsiniz mən sonuncu imtahanım Python'dur və mən Python'da heç nə bilmirdim bir həftə əvvələ kimi. Nə oldu? Mən kimya imtahanından sonra belə bir vəsvəsəyə, vəlvələyə düşdüm ki, Python'dan kəsiləcəm. Amma nə oldu? Mənim qrup yoldaşım Aytac Foundation'dan mənə bir universitet yoldaşımız tapdı ki, mənə Python'da kömək eləsin. O da dedi, okey, hər gün səhər saat 8-də 9-da dərsə giririk. Çalışıram, əziyyət çəkirəm və əziyyətimin yerdə qalmayacağına inanıram. Çalışmaq bacarmağın yarısıdır. Ona görə nə qaraq, çalışaq ki, bacaraq. Deməli, bir həftə əvvəl kod yaza bilmədiyi üçün ağlayan Əsra bugün kod yazmağa gəlibdi. Yəni, heç nə dəyişmədi əslində, yenə kod yazamıram. O qədər həyecanlıyam ki, bir söz deyim. Mən fizikaya bu qədər həyecanlanmamışdım, bu qədər qorxmurdum. Xeyirlisi, yaxşı olacaq. Yaxşı deyək, yaxşı olsun. Nəysə, elə bir şey. Are you ready for the exam? Yes, no, I'm not ready. I'm not ready. It's gonna be okay, but I cried. A few moments later. Danışma olmaz. Olmaz. Yes. Son imtahanda getdi. Bir dənə nə qaldı? Bir dənə təcrübə qaldı. 3 işləmədi, ikisi işləyir. Məndə də şükürdə də. Bir söz deyim. Bu dəqiqə o qədər rahat hiss edirəm ki, özümü o qədər rahat hiss edirəm ki, elə bir bütün yük çiynimdən belə düşüb yerə. Ayda. Çox rahatam. Çox sevincliyəm. Bu hissdən ötürü darıxmışdım.